Yəhya 19-cu fəsil. İsa'nın ölümə məhkum edilməsi. Onda Pilat İsa'nı aparıb qamçılatdı. Əskərlər də tikandan bir tac hörüb onun başına qoydular və ona tünd qırmızı paltar geyindirdilər. Onlar İsa'nın yanına gəlib Yəhudilərin padşahı sağ olsun deyirdilər və ona şillə vururdular. Pilat yenə bayıra çıxıb Yəhudilərə dedi: "Budur, onu bayıra sizin yanınıza gətirirəm ki, onda bir təqsir görmədiyimi biləsiz." O zaman İsa başında tikandan tac, əynində tünd qırmızı paltar bayıra çıxdı. Pilat onlara dedi: "O adam budur." Başçı kahinlər və mühafizəçilər onu gördükdə çarmıxa çək deyə bağırdılar. Pilat onlara dedi: "Onu özünüz götürüb çarmıxa çəkin, çünki mən onda bir təqsir görmürəm." Yəhudilər ona cavab verdilər: "Bizim qanunumuz var. Bu qanuna görə o ölməlidir. Çünki özünü Allahın oğlu adlandırır." Pilat bu sözü eşidəndə daha da qorxdu. Yenə vali sarayına girib İsa'dan soruşdu: "Sən hardansan?" Amma İsa ona cavab vermədi. Pilat ona dedi: "Mənə mi cavab vermirsən? Bilmirsən ki, səni azad eləməyə, yaxud çarmıxa çəkməyə səlahiyyətim var?" İsa ona cavab verdi: "Əgər sənə yuxarıdan verilməsəydi, mənim üzərimdə heç bir səlahiyyətin olmazdı. Buna görə də məni sənə təslim eləyənin günahı daha böyükdür." Bundan sonra Pilat onu azad eləməyə çalışdı, amma Yəhudilər bağırıb dedilər: "Əgər bu adamı azad eləsən, Qeysərin dostu deyilsən. Kim özünü padşah elan eləyirsə, Qeysərə qarşı çıxmış olur." Pilat bu sözü eşitdikdə İsa'nı bayıra apardı və İbrani dilində qabbata, yəni daş döşəmə deyilən yerdə hökm kürsüsünə oturdu. Pasxaya hazırlıq günü idi. 6-cı saat radələri idi. Hazırki vaxtla günorta saat 12 idi. Pilat Yəhudilərə padşahınız budur, dedi. Amma onlar, yox, rədd olsun, onu çarmıxa çək, deyə bağırdı. Pilat onlardan soruşdu: "Padşahınızı mı çarmıxa çəkim?" Başçı kahinlər cavab verdilər: "Qeysərdən başqa padşahımız yoxdur." Onda Pilat İsa'nı çarmıxa çəkilmək üçün onlara təslim elədi. İsa'nın çarmıxa çəkilməsi. Əskərlər İsa'nı götürüb apardılar. İsa çarmıxını özü daşıyaraq İbrani dilində Golgota, yəni kəllə yeri adlanan yerə çıxdı. Orada onu və başqa 2 nəfəri çarmıxa çəkdilər. Biri İsa'nın sağında, o birisi isə solunda idi. İsa da ortada idi. Pilat bir lövhə yazıb onu çarmıxın üstündə astırdı. Orada belə yazılmışdı: Yəhudilərin padşahı Nazaretli İsa. Yəhudilərin bir çoxu bu lövhəni oxudu. Çünki İsa'nın çarmıxa çəkildiyi yer şəhərə yaxın idi və lövhədə İbrani, Latın və Yunan dillərində yazılmışdı. Bunu görüb Yəhudi başçı kahinləri Pilata dedilər: "Yəhudilərin padşahı yox, özünü Yəhudilərin padşahı adlandıran yaz." Pilat cavab verdi: "Nə yazdımsa yazdım." Əskərlər İsa'nı çarmıxa çəkdikləri zaman onun paltarlarını götürüb hər əskər üçün bir pay olmaqla 4 hissəyə böldülər. Dikişsiz və başdan ayağa toxunma olan köynəyini götürdülər. Onlar bir-birinə dedilər: "Bunu cırmayaq, püşk ataq görək kimin olur." Müqəddəs yazıdakı aralarında paltarlarımı bölüşdürdülər, geyimim üçün püşk atdılar sözü yerinə yetsin deyə əskərlər bunu elədilər. İsa'nın çarmıxı yanında anası, anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm dayanmışdı. İsa anasını və onun yanında öz sevimli şagirdinin dayandığını gördükdə anasına dedi: "Ana, bu sənin oğlundur." Sonra isə şagirdə dedi: "Bu da sənin anandır." Həmin andan sonra şagird onu öz evinə apardı. İsa'nın ölümü. Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək müqəddəs yazı tam yerinə yetsin deyə "Susadım" dedi. Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq suyufaya taxıb İsa'nın ağzına yaxınlaşdırdılar. İsa şərab sirkəsini daddı. Sonra "Tamam oldu" dedi və başını əyib ruhunu tapşırdı. Hazırlıq gün olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərin götürülməsini xahiş elədilər.
Onlar cəsədlərin şənbə günü çarmıqda qalmasını istəmirdilər, çünki o şənbə günü böyük bir bayram idi. Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar. İsa'nın yanına gələndə isə onun artıq öldüyünü görüb baldırlarını qırmadılar. Amma əsgərlərdən biri onun böyrünü nizə ilə deşdi. O anda oradan qan və su axdı. Bunu görən adam özü şəhadət eləyir və onun şəhadəti doğrudur. Sizin də iman eləməyiniz üçün həqiqəti söylədiyini bilir. Bunlar ona görə oldu ki, müqəddəs yazıdakı, onun bir sümüyü də qırılmayacaq sözü yerinə yetsin. Yenə başqa bir yazıda bədənini deşdikləri şəxsə baxacaqlar deyilir. İsa'nın dəfni. Bundan sonra Arimateyalı Yusif Pilatdan İsa'nın cəsədini götürmək üçün icazə istədi. Yusif İsa'nın şagirdi idi, amma Yəhudi başçılarından qorxduğu üçün bunu gizli saxlayırdı. Pilat ona izin verdi və Yusif gəlib İsa'nın cəsədini götürdü. Vaxtı ilə gecə ikən İsa'nın yanına gələn Nikodim də gəlib 100 litraya qədər qarışıq mirra və əzvay gətirdi. İsa'nın cəsədini götürüb Yəhudilərin dəfn adətinə uyğun olaraq ətirlərlə birgə kətan bezlərə sarıdılar. İsa'nın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi. Qəbir yaxında olduğuna görə İsa'nın cəsədini ora qoydular. Çünki o gün Yəhudilərin hazırlıq günü idi.